Bir stansiyadan eyni zamanda əks istiqamətdə sürətləri eyni olan iki qatar yola düşdü. Qatarlardan biri 5 saat, o biri isə 3 saat yolda olub. Qatarlardan biri o birindən 152 kilometr az yol gedibsə, bu qatarlar arasındakı məsafə neçə kilometr olacaq? Əla. Burada bizə nə gedilən ümumi yol haqqında məlumat verir, nə gedilən ümumi sürət haqqında məlumat verir. Sadəcə deyir ki, eyni sürətləri olan iki qatar yola düşüb. Biri 5 saat yol gedib və daha doğrusu T1. Biri 5 saat yol gedib. Biri də T2. Nə qədərdir? 3 saat yol gedib. Bunların arasındakı məsafə fərqi nə qədərdir? Saat fərqi. Bunların arasındakı saat fərqi nə qədərdir qızım? 5-dən 3-ü çıxarırıq. Nə? 2 saat arasında məsafə var. Yəni birinci gedən avtomobil, ikinci gedən avtomobildən qatardan daha doğrusu. Birinci gedən qatar, ikinci gedən qatardan 2 saat daha tez yol gedib, daha çox yolda olub, başa düşürük. Oldu mu? Sonra həmin bu 2 saat müddətində də 152 kilometr yol gedib. Burada nə yoxdur? Sürətimiz yoxdur da, düzdür? Burada gedilən yolumuz var, 152 var. Bu bundan çoxdur deyir. Amma nə qədər sürətlə getdiyi haqqında bizə məlumat verməyib axı. Bunu tapmaqdan ötürü, sürəti tapmaqdan ötürü 152-ni 2-yə bölərik. Neçə edir? 76. Deməli, artıq biz və ümumi sürəti bildik ki, və ümumi. Nə qədərdir? 76. Yəni birinci də 76 gedib, ikinci də 76 gedib. İndi birinci nə qədər yol gedibsə onu tapaq. Bu 152 birinci ilə ikincinin arasında olan məsafə idi ha. Onu oraya qatmayaq. İndi birincinin getdiyi yolu tapaq. Deməli S1-i tapaq. Birinci 5 saat yolda gedib, sürəti də 76 idi. 76-nı 5-ə vuraq. Görək nə qədər gedib bu? 380. 380 bu yol gedib. İndi S2-ni tapaq. S2-ni tapmaqdan ötürü nə edəcəyik? 385'e vuracaq. Niyə? Hər ikisi nə qədər yol gedib? Hər ikisi 76 getməmişdi. Gedilən yolu tapırıq. Gedilən yeri tapmaqdan ötürü nə edəcəyik? Sürəti zamana vurmaq lazımdır. Ay, ikincinin zamanı nə qədər idi? T2-miz nə qədər idi? T2'miz 76. T2-miz yox. V2-miz 76 idi. T2-miz 3 saatdır. Bəli, 76-nı 3-ə vurarıq. Vuraq görək neçə edir? Minus 40. 76-nı 3-ə vur. Diqqətli ol. 76'nı? Edim hemen 383'e. Yox, axı izahda deyirəm, diqqətin məndə olsun. 76-nı 3-ə vururuq. Düsturumuzda yazıb göstərmişəm sənə. 228. Ay, cəmləyəcəyik. Niyə? Birinci qatar da gedib yol 380, ikinci qatar da 228 gedib. Axı bunlar bir-birindən uzaqlaşıblar. Hərəsi ayrı istiqamətə gediblər. Deməli, biz bunların ümumi getdiyi yol tapmaqdan ötürü cəmləyəcəyik. 380-i 228-dən cəmləyirik. 608. 608, bəli. Sonra 8-ə baxırıq. Aha.